Ya Allah, Bismillahirrahmanirrahim. Esselamu aleyküm, hörmətli izləyicilər, əziz mömin bacı və qardaşlar. Cümləniz mübarək olsun. Sabah və birisi gün Qədirxun bayramıdır. Qədirxun bayramı münasibəti ilə cəmi möminləri, müsəlmanları qəlbən təbrik edirəm. Allah bizləri Həzrət Peyğəmbərimiz əleyhissalamın və onun əhl-i beytinin qapısından ayrı salmasın. Bu dünyada da, ahirətdə də Allah Taala bizləri Peyğəmbər və əhl-i beyti ilə olanlardan qərar versin. Bu günləri sizlə söhbətimiz bir çox duaları təqdim edəcəm sizə. Dualar bu kitabdandır. Ariflərin zikirləri 1-ci və 2-ci cild. Böyük alimlərin ruzi ilə bağlı buyurduğu tövsiyələri hamısını oxuyacağıq sizə ruzi babında. Ya Allah, başlayaq söhbətimizə. Borcların ödənilməsi ilə bağlı, borcun verilməsi ilə bağlı Molla Feyz Kəşani nə buyurur? Feyz Kəşani yazmışdır. Borcu ödəmək və bol nemət əldə etməkdən ötürü sınaqdan keçmiş bu dua ilə Mövlamız İmam Cavad əleyhissalama təvəssül edək. Duanı sizə göstərirəm. Ərəbcəsi də var, skrin edə bilərsiniz. Azərbaycancası da var, tərcüməsi də var. Bu təvəssül duasıdır. Bunu sizə göstərdik. Ardın oxuyaq. Borcun ödənilməsindən ötürü yenə də buyurulur ki, Bələdül Əmin kitabında qeyd edilmişdir. Hər kimin borcu olsa 2 rükət namaz qılandan sonra Ali İmran surəsinin 25-ci, 26-cı ayələrindən sonra bu duanı oxusun. Dua buradadır, skrin edib götürə bilərsiniz. Həm ərəbcəsi, həm tərcüməsi, həm də Azərbaycan hərflərlə ərəbcənin oxunuşu. Fəqirliyin aradan getməyi və borcların ödənməsi üçün Molla Feyz Kəşaninin başqa bir buyruğu. Əl-Aliul Məxzunə kitabında buyurulmuşdur. Hər kəsin hacəti olsa mübarək Qədr surəsini 360 dəfə oxusun. İnşallah istəyə qəbul olar. Qədr surəsini davamlı və anlayaraq oxumaq ruzini çoxaldar, fəqirliyi aradan aparar və borcun ödənməsini asanlaşdırar. Bu sınanmışdır. Yəni bildiyimiz Qədr surəsi. Növbəti, sıxıntı və borcların aradan getməsi üçün Ayətullah Kühistani belə buyurur. Mərhum Kühistani borcun ödənməsi və dünya sıxıntılarının aradan getməsi üçün Qariyə və Adiyyat surələrini oxumağı çox tövsiyə edirdi. Adiyyat surəsini dəfələrlə deyirik, canlılarımızda da deyirik, yəni borcun ödənməsi, gözləmədiyin yerdən ruzinin gəlməsi üçün çox faydalıdır, xüsusən 110 dəfə oxunması. Şeyx Abbas Qumi rəvayət etmişdir ki, bir nəfər İmam Muhammed Təqi əleyhissalama məktub yazaraq çoxlu borcun olmasından şikayət etdi. İmam əleyhissalam isə cavabında çoxlu istiğfar etməyi və Qədr surəsini çox oxumağı tövsiyə etdi. İstiğfar nədir? Əstəğfirullahi Rabbi və ətuvbi ileyh zikridir. Burada yazılmayıb bu. Mən sizə deyim. Bir dəqiqə telefonu fırladım. Bunu bu tərəfə. Burada yazılmayıb. Mən sizə deyim. Deməli, o istiğfar etmək, yəni bildiyin və bilmədiyin günahlardan tövbə etmək deməkdir. Çoxlu o zikri demək lazımdır. Günahdan uzaq duraraq təbii ki. Bunlar həmçinin Qədr surəsini çox oxumaq, borcların verilməsi ilə bağlı əlimizə ruzi gətirər. Allahın izni və qüdrəti ilə. Mərhum Kəfəmi Misbah kitabında yazmışdır. Əgər borclu olsanız və pul istəsəniz bu duanı oxuyun. Göstərim duanı sizə. Ərəbcəsi də var, Azərbaycancası da var, tərcüməsi də var. Ruzinin çoxalması ilə bağlı. Hər kim bazar ertəsi gecə yarısı 2 rükət namaz qılsa, qurtarandan sonra isə səcdiyə gedib 70 dəfə yə Vəhhab zikrini desə, ruzisi çoxalar və qüdrətli olar.
və yaxud günün əvvəlində 308 dəfə ya Ər-Rəzzaq zikrini desə, həmçinin ya Vəsi desə, bu ruzinin çoxalmasına səbəb olar. Bunlar sınaqdan keçmişdir. Bazar ertəsinin gecəsi, yəni bazar günündən birinci günə keçən gecə. Ehtiyatsız olmaq üçün Ayətullah Həsənzadə Amili belə buyurur. İbn Məsuddan nəql olunub ki, Peyğəmbər əleyhissalamdan belə eşitdim. Kim hər gecə Vaqiə surəsini oxusa, heç vaxt ehtiyaclı olmaz. Ruzinin çoxalması üçün sübh namazından sonra 10 dəfə Qədr surəsini oxusanız hər gün, ruzimizin çoxalmasına səbəb olar. Allahın ruzi qapınızı açdığını müşahidə edərsiniz. Ardınca mal və sərvətin çoxalması üçün cümə axşamı 2 rükət müstəhəb namaz qılıb, sonra Yasin surəsini oxuyun. Bu əmələ 3 gün davam edin. Yəni cümə axşamından başlayırsınız, hər gün 2 rükət müstəhəb namaz qılırsınız və Yasin surəsini oxuyursunuz ardınca 3 gün davam edirsiniz buna. Var dövlətin artması üçün, ehtiyatsız və varlı olmaq üçün çərşənbə günü 2 rükət hacət namazı qıl. Bu niyyətlə ki, Allah səni mal dövlət sahibi və ehtiyatsız etsin. Namazdan sonra 40 dəfə Kəvsər surəsini oxu. Niyyət edirsən ki, Allahım, məni ehtiyatsız et dünyada, məni mal dövlət sahibi etmən üçün, ehtiyatsız etmək üçün niyyət edib 2 rükət hacət namazı qılıram qürbətən ilallah. Namazdan sonra da 40 dəfə mübarək Kəvsər surəsini oxuyursunuz. Asan da olacaq çox. Ən qısa surəsidir Qurani Kərimin, cəmisi 3 ayədir. 10 dəqiqə vaxtınızı almaz. Ruzinin çoxalması üçün səhər şəfəqdən sonra bu zikri 100 dəfə de. Subhanəl əzim əstəğfirullahə və ətubi ileyh. La ilahə ardınca bu zikri də əlavə elə. La ilahə illəllahul məlikul haqqul mubin. Ardınca bu duanı da oxu. La həvlə və la quvvətə illa billahil əliyyül əzim. Təqdim edeyim, dediyimi ola bilər düz başa düşməyəsiniz. Ruzinin çoxalması üçün səhər şəfəqdən sonra, yəni gün doğandan sonra. Sonra çoxlu elm, mal əldə etmək üçün bilməyənlər də bilsin ki, ruzi həm əqli olaraq nazil olur, həm maddi olaraq, yəni həm ağıl kimi ruzi duası edəndə ağlınız artımı müşahidə oluna bilər. Ruzi tək maddi olaraq nazil olmur. Ən gözəl ruzi ilə əqli olaraq nazil olan ruzidir. Çoxlu elm və mal əldə etmək üçün Molla Əhməd Nəraqi nə buyurur? Nəraqinin Xəzain kitabında Şəhid Sani və başqa böyük alimlərimizdən belə nəql edilir. Hər kim 2 ay ardıcıl olaraq gündə 400 dəfə bu zikri desə, Allah ona elm və mal əta edər. Budur. Skrin edin, götürün. Keçək növbətiyə. Ruzinin çoxalması üçün hər gecə cümə axşamından başlayaraq gələn cümə axşamına qədər bir həftə Vaqiə surəsini 5 dəfə oxusun. Hər dəfə oxuyandan sonra bu duanı oxusun. Oxunacaq dua da buradadır. Yəni cümə axşamından başlayırsan, gələn cümə axşamına qədər hər gecə Vaqiə surəsini 5 dəfə oxuyursan. Hər bir dəfə oxuyub qurtarandan sonra Vaqiə surəsini, bu duanı oxuyursan. Başqa bir dəstürül əməl də var, yadımda olan 41 gün Vaqiə surəsini oxuyursan. Amma necə? Axşamlar, gecələr oxuyursan, xiftən namazından, işa namazı da deyilir, ondan sonra. Başladığın gün bir dəfə oxuyursan. Səhərsi 2-ci günü 2 dəfə, 5-ci günü 5 dəfə, 10-cu günü 10 dəfə. Bu minvalla 41 gün tamam olana qədər artıra oxuyursan. 40-cı gün 40 dəfə, 41-ci gün 41 dəfə. Düzdür, çətin olacaq bu, amma bunu ömrünüzdə bir dəfə etmək sizin ümumiyyətlə kasıbçılığı, fəqirliyi həyatınızdan aparar Allahın izni və qüdrəti ilə.
40 gün sübh namazından sonra birbaşa 27 dəfə Zariyat surəsinin 58-ci ayəsini oxunması Firavan Ruziyə səbəb olar. Şeyx Məhəmməd Rəşdi buna əməl edərkən 40 gün olmamış çoxlu sərvətə yetişdi. İnnallahə huvər-rəzzaqu zul-qüvvətil mətin. Şübhəsiz Allah özü ruzi verən güc sahibi və qüvvətlidir. Bu ayəni bircə ayədir. 40 gün sübh namazından sonra 27 dəfə bunu oxuyursunuz bu ayəni. Sonra ruzi əldə etmək üçün Xacə Nəsrəddin Tusidən Molla Nəraqi nəql etmişdir ki, ruzinin çoxalmasına ən güclü səbəbi namazı xuzu və xuşu ilə qılmaqdır. Həmçinin gecələr Vaqiə, sübhlər isə Yasin və Mülk surələrini oxumaqdır. Mərhum Mir Damət adı ilə məşhur olan alim Mir Məhəmməd Baqir yazmışdır. Ruzinin çoxalması üçün Allahın bu adlarını 2385 dəfə demək lazımdır. Ya Kəfiyyu, ya Qəniyyu, ya Fəttahhu, ya Rəzzaqu. Təqdim edin. Bu zikri 2385 dəfə deməyiniz məsləhətdir. Xəzain kitabında yenə də yazılmışdır. Fəqirliyin və çarəsizliyin aradan getməsi üçün Ali İmran surəsini 3 dəfə oxu. Evinizdə oxuyun amma. Evdə oxunur. Oxuduğun zaman heç kəslə danışma və hər dəfə bu surənin 26-cı ayəsinə çatanda Qul Əlləhummə məlikül mülki ayəsinə çatanda bu duanı 7 dəfə təkrar et. Bir dəqiqə duanı sizə təqdim edeyim. Ərəbcəsi də var, Azərbaycanca oxunuşu da ardında təqdim edeyim. Bu da onun ardı. İnşallah ki, skrin edin, etmək istəyənlər etsin. Ümumiyyətlə, Ali İmran surəsini evdə oxumağınızın, oxutmaq yox, oxumağınızın evin ruzi bərəkətinə çox təsiri var. Evdə hər gün bir dəfə mübarək Qaf surəsi oxunsa, ev sahibi ruzili, saadətli və izzətli olar. Zillət və xarlıqdan qorunar. Nəql olunub ki, bu əməl sınanmışdır. Qaf surəsi gündə bir dəfə oxumağınız evinizdə bərəkətsizliyi aradan aparar. Ruzinin çoxalması üçün Şeyx Bəhayi buyurur. Şeyx Bəhayi bilməyənlər bilsin ki, hansı alimdir? Bizim Səfəvi dövlətimizin Şeyxülislamıdır. Yəni Səfəvilər dövlətinin Şeyxülislamı olub, çox böyük alimlərdən biridir. Hər kim ruzinin artması niyyəti ilə gündə 3 dəfə Yasin surəsini oxusa, ruzisi çoxalar. Bu əməli bir dəfəyə də edə bilərsən. Yəni Yasin surəsini 3 dəfə bir dəfəyə də oxuya bilərsən gün ərzində, fasilə ilə də oxuya bilərsən. Sübh, günorta, axşam namazlarından sonra hər dəfə bir dəfə oxunması tövsiyə olunur ancaq. Sübh namazını qıldın, bir dəfə oxu. Günorta namazlarını əda elədin, oxu. Axşam namazını, işanı əda elədin, bir dəfə oxu. Bu tövsiyə olunur. Ruzinin çoxalması üçün hər gün 430 dəfə bu duanı oxuyun. Göstərək bu hansı duadır? Ruzinin çoxalması üçün. Yuxarısında görsədək tərcüməsini. Yaşayışınızda genişlik üçün. Yəni yaşayışınızın gözəlləşməsi, evinizin rahatlaşması, məişət yəni, belə deyək, məişətinizin asanlaşması üçün. Həyatda ehtiyatsız və qüdrətli olmaq üçün sübh əzanından qabaq 2 rükət namaz qıl. Birinci rükətdə Həmd surəsindən sonra 17 dəfə Kəfirun surəsini. İkinci rükətdə Həmd surəsindən sonra 7 dəfə İxlas surəsini oxu. Hər rükətin rükusunda 17 dəfə ruku zikrini de. Sübhənə Rabbiyəl əzim və bihamdi ruku zikri. 17 dəfə deyirsən rukuda. Hər dəfə rukuda 17 dəfə deyirsən zikri. 3 dəfə və yaxud 5 dəfə yox. Namaz qurtarandan sonra da 17 dəfə ayəti kürsünü oxu. Ruzinin çoxalması üçün.
Ruzinin çoxalması üçün sübh namazından sonra 10 dəfə bu zikri oxumağı tövsiyə edilib. Sübhənə Rabbiyəl əzimi və bihamdihi əstəğfirullahi və əsəluhu min fəzli. Göstərim də, oxuyuram. Buyurun. Skrin edə bilərsiniz. Yəni kiməsə ehtiyac olmadan, möhtac olmadan, yazdırmadan özünüz həm savab edərsiniz. Yəni bu surələri, Allahın zikirlərin, bu duaları oxuyaraq, həm də ruzinizin genişlənməsinə səbəb olar. Allahın izni və qüdrəti ilə. Ya Allah, ruzinin yetişməsi üçün. İmam Əli əleyhissalamın şəninə nazil olmuş Adiyyat surəsini Həzrəti Əli əleyhissalamın mübarək adı müqabilində, yəni 110 dəfə oxusan, güman etmədiyin yerdən Allah sənə ruzi əta edər. Hər kim çox oxusa, borcunu verər və bütün məxluqatın şərrindən amanda qalar. Bunu həmişə mən sizlərə tövsiyə edirəm. Yəni, hansı surə, bilirsiniz surə nə qədər oxunmağa hardan irəli gəlir, o haqda da məlumat verim. Surə kimin şəninə nazil olubsa, həmən insanın adının əbcəd sayı qədər. Həzrət Əli əleyhissalamın adının əbcəd sayı 110 olduğuna görə Adiyyat surəsi 110 dəfə oxunmalıdır. Xüsusən borc olanlar. Bu əməl hər gün davam etdirilir. Gözəl nəticələrə çatana qədər. Sınanmış bir işdir. Kimə tövsiyə etmişik? Oxuyur, xeyrini də görür. Gözləmədiyiniz yerdən iş yetər, pul yetər. Ruzi qapısı açılar, borclarınızı ödəyərsiniz. Məsəl üçün, Maidə surəsi İsa əleyhissalamın şəninə nazil olub. İsa adının hansı hacətinlə bağlı oxunsa, İsa adının əbcəd sayı qədər oxunmalıdır. Yəni, məsələ bundan gedir. Bundan sonra keçir övlad məsələsi ilə bağlı baba oxunası dualar, ruzi ilə bağlı bu qədər. İnşallah ki, bir xeyri dəymiş olar sizlərə. Mən də bu işdə vasitə olmuş olaram. Məni də dualarınızda yad edin. Bu ki, əziyyət çəkirik. Sizdən istəyimiz yalnız bizim dünyadan köçənlərimizin haqqında Həzrət Peyğəmbərimizə yalnız bircə salavatdır. Allah səbəb salsın. Allah bütün oxunan dualarınızı qəbul etsin. Allah Teala bütün hacətlərinizi rəva etsin inşallah. Sağ olun. Allah'a əmanətsiniz.